Salam dostlar. Bugünkü dərsimiz JavaScript-də variables mövzusudur. JavaScript-in variables mövzusu. Bundan əvvəlki dərsdə izah elədiyimiz kimi bir proqramlaşdırma dilini öyrənəndə müəyyən konseptləri ilkin olaraq öyrənmək lazımdır ki, sonraki də artıq proqram yazma ərəfəsinə gələndə narahatçılıq yaranmasın və rahatlıqla bir proqram yaza bilək. Bunlardan ilk mövzumuz variables mövzusudur. Variables mövzusu birinci nə üçün istifadə olunur? Burada dediyimiz kimi biraz təkrar edək. Mən burada kod yazanda birbaşa elə VS Code'un daxilində run eləyəcəm kodlarımı. Let name bərabərdir Məhəmməd və burada console log name. Mən bunu run eləyəndə Node.js olaraq mən bunu run eləyə bilərəm. İndi bunun diqqət edəcəyiniz məqamlar ola bilər ki, yadınızdan çıxsın. Bu hansı faylda, folderdadırsa ona görə bu node istifadə edə bilərsiniz. Məsələn, node bunun alt folderundadırsa, məsələn deyək ki, JS bunun içərisindədirsə, folderun içərisindədirsə, bu şəkildə bunu run eləyə bilərsiniz. Bu şəkildə run eləyib baxa bilərsiniz və browserın konsolunda da baxa bilərsiniz. Amma mən daha sürətli olması baxımından burada eləyəcəm. İndi birinci variables nə işə yarayır, nəyə lazımdır bizə? İndi biz proqramlaşdırmada dediyimiz kimi hər hansı bir proqramı yazanda proqram 3 hissədən ibarətdir. Deməli, output bizim nə istədiyimiz, yəni nə əldə eləmək istədiyimiz. Ondan sonra bu outputu əldə eləmək üçün bizə lazım olan inputlar, nələr lazımdırsa və ondan sonra da bizə lazımdır nə? Bunun algoritmi. Yəni ki, bu prosesi necə yaza bilərik? Yəni, inputlardan istifadə edib, yəni istifadəçinin daxil elədiyi məlumatlardan və ya bizim istifadə elədiyimiz məlumatlardan istifadə edib o outputu əldə eləmə prinsipi. İndi bunun üçün birinci biz fokuslanacaq hansı hissəyə? Input hissəsinə. Input hissəsi nə deməkdir? Yəni ki, biz proqram daxilində bir məlumat daxil edəcəyik və bu məlumatların düzgün şəkildə analiz olunması lazımdır. Bu məlumatları bir düzgün şəkildə idarə eləyə bilmək üçün də nə etməliyik? Bu məlumatları bir yerdə stoklamalıyıq, yəni saxlamalıyıq. Və bunun üçün də biz istifadə edirik variable'lardan. Variable'lar JavaScript-dən necə təyin olunur? Variable'lar birinci, burada 3 dənə bizim istifadə edəcəyimiz JavaScript-in keywordləri var. Const, let keyword'u var, var keyword'u var və const keyword'u var. Yəni 3 dənə keyworddən istifadə olunur. Yəni bir variable təyin eləmək üçün, bir qab təyin eləmək üçün 3 dənə dəyişən konseptdən istifadə olunur. Let, var və constant. Və bunlardan belə deyim ki, var ilkin versiyadadır. İlkin versiyadır. Yəni ki, bizim deyək ki, JavaScript-in bu arada specification, yəni ki, JavaScript qaydalarının yazıldığı bir konsept var, bir konstitusiya var. Bu da nədir? ECMAScript konstitusiyasıdır. ECMAScript. Bunu əlinizin altında saxlamağınız yaxşı olar. ECMAScript standartları deyirlər buna. Bu ECMAScript standartları JavaScript-in dil olaraq sintaksının nə olduğunu biz buradan baxa bilirik. Yəni, bütün nə xüsusiyyətləri varsa JavaScript haqqında, JavaScript-in dil specification-ı, yəni ki, o JavaScript haqqında olan bütün qaydalar bunun daxilində qeyd olunur. Və bu, təbii ki, bu standartlar müəyyən periodlarla update olunur. Müəyyən periodlarla dəyişiklik gedilir ki, o dillərin, yəni bu ECMAScript-dən istifadə edən dillərin standartları dəyişsin. Bu arada bir şey dediyim, bu ECMAScript standartlarından istifadə edən müəyyən dillər var. Bunlar hansılardır? JavaScript-dir, ondan sonra TypeScript-dir,
Ondan sonra Rust var, Dart var və s. və s. Bir neçə dil var ki, bu standartlara görə, ECMAScript standartlarına görə kod yazılmasını təmin edir. Və biz sadəcə hələ ki JavaScript üzərinə danışacağıq, sonradan TypeScript-ə də keçəcəyik. İndi bu standartlarda birinci, hal-hazırki ən optimal standart ECMAScript 6 standartıdır. ECMA 6 standartları deyirlər hal-hazırda. ECMAScript 6, ES6 deyə də bunun şeyləri var. ES6 standarts deyə araşdıra bilərsiniz. Buna da baxa bilərsiniz. Və bundan əvvəlki versiya ECMAScript versiyası idi. ECMAScript 5 versiyası idi. Bunun indi nə yeniliklər var və s. var. Onları buradan baxa bilərsiniz. Buradan baxa bilərsiniz. Zamanla zaten bura biz müdaxilə eləyəcəyik, bura analiz eləyəcəyik ki, bu standartlarda əsas dəyişikliklər nələrdir? Köhnə standartlara, ECMA 5 standartlarına görə. ECMA 5 standartları da ES5 olaraq internetdə araşdıra bilərsiniz, standarts deyə. Ona da baxa bilərsiniz ki, ECMA 5 standartları nələrdir? Bunlarda nələr, yeniliklər gəlib və s. Bunları da zamanla verəcək. İndi bunlardan biri ECMAScript 6 standartı ilə gələn, ECMAScript 5 standartında var keyword'u var idi. Ondan sonra ECMAScript 6 standartı ilə let və constant keyword'ü gəlmiş oldu standart olaraq. İndi bunların arasındakı fərqlər nədir? Biz birinci, hər hansı bir variable təyin eləyəndə belə bir variable yaza bilərik. Məsələn, ad deyə yazdıq. Belə bir ad deyə yazdıq bura. Ad deyə variable təyin elədik və ondan sonra gəldim console log ad verdim. Baxın, bu mənim burada hələ ki birinci versiyadır. Yəni, hər hansı bir keyword olmadan mən sadəcə bir variable yazsam, bu nə olacaq? Yəni, burada da həmişə nəzərinizdə olsun ki, mənim bura yazdığım kodları kim tərcümə edir? Engine tərcümə edir və engine'in xüsusiyyətləri. Engine bunu necə başa düşür? Yəni, indi bunu bir dənə run eləyək, baxalım nəticəsinə. Baxın, indi burada bu standartlara görə və mən burada artıq ilkin etapda JavaScript yazanda yazdığım kodu analiz eləyəndə bura həmişə diqqət eləməliyəm. Bunu indidən biz analiz eləməyi bacarmalıyıq. Baxın, mən burada bir dənə kod yazdım və bunu run eləyəndə aşağıda belə bir nəticə çıxdı. Ad is not defined deyə bir xüsusiyyət çıxdı. Yəni, bunun mənası nədir? İndi bu artıq bizim üçün exception, buradakı çıxan yazılara biz errorlar deyə bilərik, exceptionlar deyə bilərik ki, bu mənim V8 engine'im, tərcüməçim buna məna verə bilmir. Dolayısıyla tərcümə eləyə bilmir və o tərcümə eləyə bilməməsinin səbəbini də mənə burada göstərir. Və mən onu analiz edirəm ki, bu səbəbdən tərcümə eləyə bilməyim, gedib onu düzəldim. İndi burada deyir ki, ad is not defined. Yəni, bu əslində bu kod sətrində biz dedik ki, JavaScript interpreter dildir və bu kod sətrində müəyyən yerdə bir error var. Düzdürmü? Və bu errorun haradan qaynaqlandığını da burada göstərir. Deyir ki, JavaScript faylında 3-cü sətirdə, 3.1-də sənin errorun var. Və burada mən bunu yazdığım anda birinci, bu əslində əgər mən bura belə bir şey yazmışamsa, bunun mənası nə deməkdir? Bunun mənası nə deməkdir? Deyir ki, bu elə başa düşür ki, mənim V8 engine'im hər hansı bir keyword yazmasam, adın qabağına, dəyişənin qabağına, bu elə başa düşür ki, bu dəyişən öncədən təyin olunub və indi istifadə olunur. Hal-hazırda bu onu elə başa düşür. Amma biz bunu daha öncədən təyin eləmədiyimiz üçün belə bir problem yaranır. Deyir ki, ad is not defined. Deyir, sən bunu təyin eləməmsən. Yəni, bunu təyin eləmək üçün nələr var? Birinci başlayırıq var ad keywordündən. Mən bunu verdiyim zaman belə bir nəticə verəcək mənə.
undefined. Yəni dolayısıyla bu undefined-dir. İndi bunların data tiplərini keçəndə, JavaScript-in data tiplərini keçəndə bunlar haqqında ətraflı danışacağıq. Amma bu gün bilməyiniz lazım olan şey nədir? Nəticənin konsolda belə çıxması ilə belə çıxması arasında ciddi fərq var. Bu error deyil. Yəni bu o demək ki, error deyil, o deməkdir ki, bu proqramın gedişatını dayandırmır. Yəni proqramın gedişatında hər hansı problem yoxdur. Sadəcə nəticə olaraq bunu verir. Amma bu proqramın gedişatını dayandırır. Məsələn, mən bunu yazdıqdan sonra gəlsəm belə versəm, console log 2 üstə gəl 5 versəm, bu mənə bunun nəticəsini verəcək. Amma mən bunun qabağına bunu yazmasaydım, bu mənə gəlib belə bir error verəcək. Baxın. Və nəticəni də göstərmir. Niyə? Çünki gəldi, gördü ki, 3-cü sətirdə problem var və ondan sonraki sətirləri analiz eləməməyə başladı. Dedi ki, mən bunları tərcümə edə bilmərəm. Çünki niyə? Bu sətirdə, 3-cü sətirdə problem var. Dolayısıyla bunu indidən JavaScript-də yeni başlayanda diqqət eləmək lazımdır ki, bir var ki, sizin qarşınıza error çıxsın. Bu error çıxması o demək ki, sən növbəti addımlarda düzgün yazsanız belə, onları sizin V8 engininiz və ya tərcüməçiniz onları execute eləməyəcək, run eləməyəcək. Ona görə buna diqqət eləmək lazımdır. Ona görə gəldim, məsələn, mən bura gəldim, var yazdım, var ad yazdım. Bundan istifadə elədim. Bu artıq mənim üçün nəyi təyin edir? Deyir ki, mən var ad yazdım və undefined olaraq mənə nəticəni verdi. Yəni bunun indi səbəbini undefined-ın nə olduğunu data tiplərini keçəndə ayrıca izah eləyəcək. Və indi ikinci bir məsələ. Burada kod sırasına görə varın xüsusiyyəti. Deməli, mən gəlirəm bunu. Baxın, kodun sırasını dəyişdirirəm. Əmrlərin sırasını dəyişdirirəm. Gəldim. Baxın, yenə eyni nəticə verdi. Amma məntiq olaraq baxsaq, normalda biz deyirdik ki, JavaScript kodları nə edir? Sətir və sətir oxuyur və ona görə analiz edir. İndi burada mən console log ad yazmışam 2-ci sətirdə. 3-cü sətirdə də var ad qeyd eləmişəm. Düzdürmü? İndi tərcüməçim gəlib bunu oxuyanda, normal məntiqlə biz qavramış olsaydıq, burada baxacaqdıq ki, məsələn, mən gəlirəm, bunu bir dənə kommentə alım, burada. Bu error verdi. Ad is not defined dedi. Niyə? Çünki ad adında bir dəyişən təyin olunmuyor. Yəni ki, ikinci sətirdən əvvəl bir ad adında dəyişən təyin olunmuyor. Bunu aktiv eləyəndə yenə də əslində o ikinci sətirdən əvvəlki sətirlərdə ad adında dəyişən yoxdur. İndi sual ola bilər ki, necə oldu ki, ikinci sətirdə ad adında dəyişən təyin olunmazkən bu error vermədi? Bunun səbəbi hardan qaynaqlanır? 3-cü sətirdə verilən bu var keyword-ündən. Bu var keyword-ü bizim üçün nə edir? Birinci, mənim burada əgər 50 sətir kodum varsa, 50 sətir, mənim V8 engine'im birinci o kodu, source kodu başdan sona oxuyur və orada var keyword-ü ilə hansı dəyişənlər təyin olunursa, var, let və constant adı ilə hansı dəyişənlər təyin olunursa onlara baxır. Və bunlardan birincisi varla təyin olunubsa, onun var olduğunu analiz edir. Deyir ki, bu adda bir dəyişən var, amma indi gəlib mən bunun içərisində məsələn, deyək ki, hər hansı bir dəyər versəm, hello versəm, baxın, bunu yenə undefined verdi. Əslində, mən bunu burada yazsaydım, fikir verin, gəldim bura, bunu yazdım bura. Baxın, burada hello-nu verdi. Amma mən bu sıranı dəyişdirəndə hello-nu vermədi. Bunun səbəbi nədir? Deməli, birincisi, mənim V8 engine'im o dəyişənin var olduğunu analiz edir. Ad adında bir dəyişən var. Amma onun içərisindəki dəyəri oxuması üçün, o sətrə gəlib çatması lazımdır. İkinci sətirdə artıq mənim proqramım bilir ki, mənim kodlarımın daxilində ad adında bir dəyişən var. Bunu bilir. Amma ikinci sətirdə hələ bilmir ki, o ad adında dəyişənin içərisində nə var. Dolayısıyla mənə nəticə olaraq nə verir? Undefined verir. Bunu diqqət eləmək lazımdır.
Bu var keywordünün istifadəsində ən əhəmiyyətli qaydalardan biridir ki, mən var keywordünə əgər bir dəyişən təyin eləyirəmsə, onu hansı yerdə çağırmağımdan asılı olmayaraq mən o dəyişənə müraciət edə bilirəm. Sadəcə adına müraciət edə bilirəm. Onun varlığından xəbərim olur. Amma içərisindəki dəyərə isə sadəcə o dəyişən təyin olunduqdan sonraki etaplarda mən onun içərisindəki dəyərə müdaxilə edə bilirəm və ya görə bilirəm. Okay, bu var bu şəkildə. Ondan sonra gəlib eyni şəkildə gəlirəm bura, bunu dəyişdirəm edirəm let. Let keywordü. Let keywordünün baxın biraz artıq standartları biraz fərqlidir. Burada da görürsünüz ki, var keywordü ilə yazanda error vermədi, amma let keywordü ilə yazanda error verdi. Let keywordü deyir ki, mən burada cannot access add before initialization deyir. Yəni bu əslində let keywordü də ad adında bir dəyişənin olduğunu bilir. Yəni proqramın daxilində ad adında dəyişən olduğunu bilir, amma bizə qayda qoyur ki, deyir ki, sən o dəyişəni təyin eləmədən əvvəl ona müraciət edə bilməzsən. Yəni burada deyir ki, birinci adı görürəmdir. Ad adında bir dəyişənin var olduğunu bilirəm. Let bunu deyir. Amma deyir, mən sənə icazə vermirəm ki, ad adında dəyişəni təyin eləmədən əvvəl ondan istifadə eləyəsən. Burada niyə demişəm? İkinci sətirdə mən ad adında dəyişəni istifadə eləmişəm. Var keywordü icazə verir bunu istifadə eləməyə, təyin eləmədən əvvəl. Amma error vermir burada. Amma let keywordü buna icazə vermir. Mənə error vermiş olur. Məsələn, baxın, var yazarkən burada hər hansı bir error vermədi. Baxın. Yəni o error verməməsi nə deməkdir? Bu o deməkdir ki, mən artıq bundan sonraki etaplarda kod yazsam, düzgün kod yazsam problemim olmayacaq. Amma let buna icazə vermir. İndi burada sual yaranır ki, bir dənə sual yaranır ki, siz özünüzə də verə bilərsiniz. Mən burada proqram yazarkən var istifadə eləmək mi daha yaxşıdır, yoxsa let istifadə eləmək mi? Və diqqət edin, let və constant dəyərləri, dəyişən şeyləri, konseptləri ECMAScript 6 standartı ilə gəlir. Yəni yeni standartlarla əlavə olunur. Yəni yeni qayda əlavə ediblər ki, bundan sonra belə yazılmasına icazə verilməsin. Bunun səbəbi nədir? Bunun səbəbi odur ki, biz kod yazarkən çox səliqəli kod yazmalıyıq ki, bizim yazdığımız kod anlaşılan olsun. Let keywordü ilə də biraz JavaScript-də strictlik verir ki, dəqiqlik verir ki, əgər sən bir dəyişən təyini istifadə eləmək üçün birinci onu təyin elə və ondan sonra istifadə elə. Əslində normal olan qayda da budur. Ona görə artıq biz vardan istifadə eləməyəcəyik kod yazarkən. İstifadə eləyə bilərikmi? Hər hansı bir problem yaranarmı? Xeyr, yaranmaz. Sadəcə olaraq konsept olaraq biz bundan istifadə eləməyəcəyik. Var keywordündən istifadə eləməyəcəyik. Ondan sonra burada deyir ki, var keywordü ilə, baxın, indi var keywordü ilə let keywordünün arasında fərqlərdən. Var ad bərabərdir, məsələn, deyək ki, hello yazdıq. Ondan sonra mən ikinci dəfə var keywordündən istifadə edib bunu yaza bilərəm. Hello world yaza bilərəm. Ondan sonra belə də yaza bilərəm. Ad bərabərdir. Hello world. Belə də yaza bilərəm. World 02. Baxın. İndi burada bu iki sətir arasındakı fərq nədir? Deməli, mən burada elədiyim şey bir dəyişən təyin eləməkdir. Burada elədiyim şey isə o təyin elədiyin dəyişənin dəyərini update eləməkdir. İndi var mənə icazə verir ki, iki dəfə mən eyni dəyişəni təyin edə bilim. Eyni adda dəyişən təyin edə bilim. Və bu mənə heç bir problem yaratmır. Console log. Log ad deyə bunu təyin edə bilərik. Baxın, burada hər hansı problem yoxdur. Yəni, baxın, ikisində də var keywordünü sanki iki dənə fərqli dəyişən təyin eləmişəm kimi bir xüsusiyyət verir mənə. Və ya belə də edə bilərik.
Bunun əvəzinə belə də ad hello world. Əgər mən içərisinə hər hansı bir keyword yazmadan, necə deyərlər, let keywordu və ya var keywordu və ya constant keywordu yazmadan bu şəkildə dəyişən təyin edirəmsə ki, eləyə bilərəm. Bu nə edir? Bu avtomatik olaraq bir dənə ad adında dəyişən yaradır özü, ondan sonra ona dəyər verir. Yəni, sanki biz bunun əslində açıqlaması nədir? Bunun əslində açıqlaması nədir? Belə. Var ad, ondan sonra ad bərabərdir hello world. Yəni bu sətrin tək sətirdə yazılmışın iki sətirdə yazılması əslində mənası budur. Yəni bir dənə dəyişən təyin elə, onun içərisində hello world-u assign elə. Kimi də istifadə oluna bilər. Yəni birbaşa bunu yazanda bu o deməkdir ki, mən özüm təzələnən bir dənə sıfırdan ad dəyişən təyin eləyəcəm. Buna okey. Bunu verdik. İndi gəldik eyni işi let ad bərabərdir hello və ikinci let ad bərabərdir hello world desəm. Burada avtomatik olaraq diqqət edin. Bu adın altında qırmızı işarət çıxır və burada da qırmızı işarət çıxır və gəlin bunun nəticəsinə bir dənə baxaq. Let keyword deyir ki, baxın, let keyword mənə deyir ki, sən bir adda bir dəyişəni sadəcə bir dəfə təyin edə bilərsən. Yəni ad adında dəyişəni bir dəfə təyin edə bilərsən. Ondan sonra ikinci dəfə eyni adda dəyişən təyin edə bilməzsən. Buna görə problem yaradır. Amma mən bunu təyin elədim. Amma mən bunu gəlib nə edə bilərəm? Təyin elədiyim dəyişənin içərisindəki dəyəri dəyişdirə bilərəm. Bu let buna icazə verir. Baxın, varla let arasında əsas fərqlərdən biri də budur ki, qeyd elədiyim. Varla mən eyni adda dəyişənlər təyin edə bilərəm, amma letdə buna icazə verilmir. Ondan sonra bunu verdik. Let buna icazə vermir. Bu şəkildə mən istifadə edə bilirəm. Ondan sonra bir dənə də dəyişən təyinatı var, constant təyinatı. Constant təyinatı nədir? Constant təyinatı, gəlin mən bunun yerinə constant versəm, baxaq görək necə olacaq. Constantın letdən fərqi, letlə demək olar ki, eyni xüsusiyyətlərə sahibdirlər və mən buradan gəlirəm, baxın, burada belə bir error verir. Constantın letdən fərqi odur ki, constant deyir ki, əgər bir dənə dəyişən təyin edirsənsə, onun içərisində dəyər verirsənsə, onun dəyərini dəyişdirə bilməzsənsə. Yəni ki, o dəyişənin içərisinə başqa dəyər verə bilməzsən. Burada hər hansı bir icazə verilmir sənə. Və ondan sonra burada ikinci bir fərq constantla let arasında. Deməli, mən burada gəlib belə bir şey verə bilərəm. Let ad verə bilərəm. Baxın, boş bir dənə dəyişən təyin edə bilərəm. Let ad. Ondan sonra burada gəlib ad bərabərdir hello yaza bilərəm. Buna icazə verir. Yəni, içərisinə heç bir dəyər əlavə olunmadan sadəcə dəyişən təyin edə bilərəm. Bunda sıxıntı yoxdur. Amma bunun eynisini varda da eləyə bilərik. Bunda da problem yoxdur. Amma constantda biz bunu eləyə bilmərik. Constant deyir ki, əgər sən bir dəyişən təyin edirsənsə, constantdan bir dənə dəyişən təyin edirsənsə, mütləq şəkildə ona bir dəyər də verməlisən. Yəni, o qab təyin eləmişsənsə, onun içərisində bir dəyər də vermək məcburiyyətin var. Dolayısıyla, constantla let arasında fərqlərdən biri də budur. Yəni ki, bunun içərisində sən mütləq şəkildə high verməlisən, deyək ki, və ondan sonra buna dəyişənin dəyərini dəyişdirə bilməzsən və bundan istifadə edə bilərsən. İndi qısacası ümumi olaraq bunları özünüzdə, hətta mənim tövsiyəm odur ki, bir cədvəl şəklində bunların fərqlərini, let, var və constant keywordlərinin fərqlərini özünüzdə analiz edəsiniz və yadınızda saxlayasınız ki, sonradan mən hansı caselərdə var, hansı caselərdə let, hansı caselərdə constant istifadə edə bilərəm. Bir də var ki, heç bir keyword olmadan dəyişəndən istifadə. Yəni, onu da bayaqlar izah elədim. Bunu mövzu belə dəyişən təyin edərkən bunlara diqqət eləmək lazımdır.
Ondan sonra ən əhəmiyyətli məsələlərdən JavaScript-də başlayarkən və ya ümumən proqramlaşma dilindən başlayarkən ən əhəmiyyətli məsələlərdən biri də ad verməkdir. Yəni ki, adlandırma qaydaları. Bunlara da biz JavaScript naming conventionlar deyirik. Naming conventionlar bütün proqramlaşdırmada, yəni ki, adlandırma qaydaları bütün proqramlaşdırmada istifadə olunan bizim oxunaqlı və rahat başa düşülən kod yaza bilməyimiz üçün lazım olan bir konsepsiyalardır. Yəni bu konsepsiyalar adətən proqramlaşdırmada necədir? Bunlara biz deyirik, deyək ki, camel case və ümumi naming conventionların siyasına baxsaq, naming conventions və bunların buradan analizinə baxsaq ki, adlandıranda biz necə eləməliyik? JavaScript. Elə buradan başlayaq, adlandırma üçün nələrdən baxaq? Naming conventionlardan və burada bizim adlandırma verəndə əsas istifadə edildiyimiz 3 cür adlandırma şəkli var. Birincisi camel case'dir. Camel case bu şəkildə. Camel case nə deməkdir? Əgər biz dəyişənə ad verəcəksə və bu verəcəyimiz ad 2 və ya daha çox sözdən ibarətdirsə, bunların daha rahat oxuna bilməsi üçün, məsələn, baxın, first name. Neyini? Birinci sözün ilk hərfini kiçik hərflə yazır, ikinci sözün ilk hərfini böyük hərflə yazır. Bu adlandırma qaydasına biz camel case adlandırma qaydası deyirik. Məsələn, deyirəm ki, let deyək ki, name of student deyək ki, name və ya full name, student full name deyirəm. Eləmi? Belə bir ad vermək istəyirəm, dəyişən adı vermək istəyirəm. Camel case ilə bunu belə verirəm. Student full name. Bu şəkildə mən bir dəyişən adı verirəm. Bu adlandırma qaydasından biz camel case deyirik. Ondan sonra Pascal case var. Baxın, ikinci bir məsələ. Və bu dəyişənlər arasında boşluq buraxıla bilməz. Və ümumən indi proqramlaşdırmada istifadə olunan digər şeylər var. Pascal case adlandırma qaydası, naming convention. Bu da necə bir Pascal case'dir? Buradan fərqi, məsələn, burada ilk adı vermişəm. Bu isə Pascal case'dir. Pascal case. Bu isə necədir? Let student full name bərabərdir. Belə bir ad verilir. Və diqqət edirsinizsə, bunlar bu konsept olaraq ikisi də eyni görünsə də, amma bunlar bir-birindən çox dəyişənlərdir, çox fərqli dəyişənlərdir. Çünki JavaScript adlandırmada buna case sensitive deyirlər. Yəni ki, böyük hərf və kiçik hərfə duyarlı bir dildir. Yəni ki, burada kiçik hərflə student yazmağınızla böyük hərflə student yazmağınız bir-birindən çox fərqlidir. Adlandırma qaydasını verərkən. Və Pascal case JavaScript-də çox istifadə olunmur. Yəni, dəyişən adlarının verilməsində çox istifadə olunmur. Bir dənə də belə bir istifadə olunan şey var. Snake case var. Snake case. Bu da belə bir adlandırma qaydasıdır. Bir dənə baxaq. Snake case'də burada belə bir adlandırma qaydası var. Baxın, snake case belə bir adlandırma qaydasıdır. Yəni ki, sözlər arasında alt tirə qoymaqla. Yəni ki, bunu mən snake case ilə vermiş olsam, baxın, student full name bu şəkildə mən snake case ilə verə bilərəm. Bu şəkildə adlandırma qaydası var. Ondan sonra bir də kebab case var. Bu da bu şəkildə bir adlandırma qaydasıdır.
student full name bu şəkildə. Və bu kebab case JavaScript-də istifadə olunmur. Ondan sonra snake case-də demək olar ki, istifadə olunmur. Əgər biz dəyişənlərə ad verərkən biz ən çox istifadə eləyəcəyik nədən? Bu adlandırma qaydalarından ən çox istifadə edəcəyik camel case-dən. Yəni bu məcbursuzmu camel case istifadə etməyə? Xeyr. Amma necə deyərlər, oturaqlaşmış bir standart var ki, JavaScript-də dəyişənlər camel case-lə verilir. Pascal case istifadə edə bilərsiniz, snake case istifadə edə bilərsiniz. Bu sizin şəxsi tərcihinizdir, belə deyil. Amma ümumi standart olaraq camel case-dən istifadə olunur. İndi dəyişən tiplərini keçdikdən sonra da biraz bu dəyişən adlarına təkrar qayıdacaq. Ki, məsələn, deyək ki, dəyişən tipinə görə, dəyişənin tipinə, onun formatına görə də ona veriləcək olan necə deyirlər, adlar da dəyişə bilər. Biraz daha update ola bilər. Və indi biz bu dəyişənləri, dəyişən mövzusunda necə deyək, bilməyiniz lazım olan əsas konseptlər bunlardır. Növbəti dərsdə dəyişən tiplərindən, yəni ki, məlumat növləri haqqında danışacağıq. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşənə qədər.